Ermənistanın siyasi səhnəsi yenidən alovlanır, amma bu dəfə qığılcıma səbəb nə mitinqdir, nə də müharibə. Bu dəfəki qarışıqlıq qanunla bağlıdır. Bir qədər də dəqiqləşdirsək, hərbi xidmətdən yayınma əvəzində dövlət büdcəsinə ödəniş edilməsi barədə qanunla. Hakim Vətəndaş Müqaviləsi Partiyasının deputatı Hayk Sarkisyanın təqdim etdiyi qanun layihəsi əslində orduda xidmət etmək istəməyən varlı gənclər üçün çıxış bileti kimi dəyərləndirilir. Sənədə görə 3 pullu yol mövcuddur. 24 ay xidmət qarşılığında yüksək maaş, 6 ay xidmət müqabilində 15 milyon dram, 1 ay xidmət üçünsə 20 milyon dram. İzaha bu qədər sadə olan qanunun valyuta ilə vicdan arasında seçim dilemmasını yaratdığı iddia olunur. Layihə təklifi erməni cəmiyyətində bir çox suallar doğurub. Cəmiyyətdə sosial ədalət barədə müzakirələr başlayıb. Kasıb övladlarının sərhəddə, imkanların isə şəhər kafelərində olması ehtimalı bir mənalı qarşılanmayıb. Müxalifət də bu layihəni müharibəyə selektiv yanaşma kimi görür. Onlara görə bu bir növ legallaşdırılmış rüşvətdir. Əvvəllər gizlində verilən pullar indi qanunla büdcəyə köçürüləcək. Beləcə, rüşvət sistemdən çıxmayacaq. Sadəcə rəsmi forma qazanacaq.